Hər vaxtınız xeyir olsun. Növbəti Ninja Mama podkastında hər birinizi xoş gördük. Bilmirəm sizin də başınıza gəlirmi yoxsa yox. Məndə hal-hazırda uşaqlarım artıq sanki o dövrə girir ki, mən çox tez-tez manipulyasiyalara məruz qalıram. Ona görə də və adətən yox deyirəm, daha sonra özümü çox günahlandırıram ya da düşünürəm ki, görəsən bu hal-hazırda həqiqətənmi bu duyğunu yaşayır, yoxsa məni mi idarə etməyə çalışır və əlbəttə ki, hər zaman olduğu kimi öz ehtiyaclarımdan doğaraq düşündüm ki, bu sizin də hal-hazırda axtarışlarda olduğunuz bir mövzudur. Ona görə də bugün yenidən Ninja Kids Club'da növbəti çox maraqlı bir qonağımla mənim özümün də izlədiyim və fikirlərini, yanaşmasını bəyəndiyim bir psixoloqla görüşdəyik. Ləman Mustafayeva, xoş gəlmisiniz. Xoş gəldik. İlk öncə hər kəsi salamlayıram və dəvətiniz üçün təşəkkür edirəm. Yəni qarşılıqlı olaraq bir-birimizi izləyirik illərdir. Və mənim üçün xoş oldu ki, bugün məni çağırdınız və birlikdə bir mövzu üzərindən danışmağa qərar verdik. Mənim üçün çox xoşdur və ümid edirəm ki, izləyicilər üçün də maraqlı olacaq. Buradan özləri ilə nələrisə aparacaqlar və bu fayda olaraq həm ikimiz üçün maraqlı bir söhbət olacaq, həm də onlar üçün faydalı bir söhbət olacaq. Ləman, bir məsəl üçün elə əsas nüansla başlamaq istəyirəm ki, uşaqlar həqiqətən manipulyasiya nədir bilir, yoxsa biz özümüz aşırı hər şeyi analiz edən biri olduğumuz üçün, artıq yetişkin olduğumuz üçünmü bu bizə elə gəlir, bir növ algı mı bizdə belə yaranır? Okay. Başlayaq ümumiyyətcə manipulyasiya anlayışından. Manipulyasiya nədir? Yəni bunu biz hansısa ifadələrlə bunu deyəndə bu bizə stigmatik göründüyü üçün qorxuda bilir. Manipulyasiya sadəcə istədiyini qarşı tərəfdən necə alacağını bildiyin təqdirdə bunu istifadə eləməkdir. Yəni bu bir sosial zəka göstəricisidir. Gələk uşaqların bunu bilərəkdən şuurlu şəkildə eləməyinə, bu artıq əlbəttə ki, çox fərq eləyəcək hansı yaş qrupundan danışacaq. Məsələn, 2-4 yaş arasında olan uşaqlar manipulyasiya edə bilməzlər. Onlar daha çox emosional olaraq özlərini ifadə edə bilmədiyi üçün, ağlayaraq, sözlə ifadə eləyə bilmədiklərini, hansı hərəkət bundan qabaq valideynimdə işləyib, onun üzərindən yoxlayırlar. Yəni bir dəfə ağlayaraq bir şey əldə eləyibsə, əlbəttə ki, bu artıq belə deyək, xoş möhkəmlənmə gedib orada şuurlu şəkildə ki, okey, mən ağlayanda nənəm onu mənə verəcək və ya tutaq ki, anamdan istəsəm verməyəcək, amma atamın yanına getsəm bunu mənə icazə verəcək. Yəni uşaq IQ səviyyəsi dönəmsel olaraq başlayır daha da inkişaf eləməyə. Amma emosional zəka uşağın hissiyatı ilə bağlıdır və ana harda qıcıqlanır, ata harda utanır, nənənin yanında ana necə hiss eləyir, bunu hamısını görür və əlbəttə ki, praktik olaraq öz tərəfini istifadə eləməyə çalışır. Amma dediyim kimi, bu 2-4 yaş arasında keçərli deyil. O daha çox özünü ifadə edə bilməməkdir və necə alacağını bilmədiyi üçün avtomatik ağlayaraq, özünü yerə çırparaq, mağazində bir şeyi istəyirəmsə, onu necə əldə eləyə bilərəm? Dükkanda, məsələn, tutaq ki, özümü yerə atsam, utanacaq anam bunu alacaq və ya atam məni oradan çıxartmaq üçün tez istədiyimi eləyəcək. Ondan sonra, niyə biz deyirik ki, 2-4-də bu işləmir? Çünki frontal loblar inkişaf dövrü başlayır o sırf planlama belə deyim hissəsi başlayır 6-7 yaşdan. Yəni artıq o yaşdan uşağın planlama qabiliyyəti zehinsel olaraq beyində gedən proseslərdə başlayır formalaşmağa. Valideynin zəif nöqtəsini tapmaq şuurlu prosesdirmi? Yox. Çünki əgər mən bir dəfə uşağım ağladı və vermədimsə, mənə bu arada bu istiqamətdə çox gəlir mesajlar ki,
mən bəs neyniyim axı? Ağlayır da, ancaq bu formada sakitləşə bilir. Və yaxud da ki, və mən nəyi başa düşə bilmirəm ən çox da, mənə görə evdə hər kəs avtoriteti bilməlidir. Yəni uşaq valideynin avtoritet olduğunu bilməlidir. Uşaq öz yerini bilməlidir, valideyn öz yerini bilməlidir. Bəzi ailələrdə görürəm ki, bu rollar dəyişir. Ana az qala övladının qulu obrazına dönüşür. Yəni analıqdan çıxıb artıq. Və bu ümumiyyətlə uşaq bu prosesi görüb, bu prosesi artıq idarə etməni əlinə aldıqda həqiqətən idarəmi edir, yoxsa buradakı boşluğu başqa necəsə tənzimləmək olar? Tamam, əla sualdır məncə. Baxın, çox qəşəng vurğuladınız Həvva. Valideyn verdiyi boşluq. Yəni burada biz uşaq olaraq düşünürük ki, uşaq manipulyasiya edir, amma valideyn öz rolunu düzgün icra eləmir burada. Yəni o deyir sizə, uşaq istəyir, ağlayır, mən neyniyim? Okey, belə bir sual verim. Uşaq deyəcək ki, mən o toka əlimi salacağam. Ay, sağ olun. Və ağlayacaq. İcazə verəcəksinizmi? Yox. Əlbəttə ki, yox. Dünya dağılsa da verməyəcəksiniz. Çünki onun fiziki olaraq bir zərər dəyəcəyini bilirsiniz. Və sizin dediyinizə istinad eləyək, valideyn avtoritet olmalıdır evdə. Yəni, zaten uşağı aparan sən olmalısan. Bizdə balans itib hal-hazırda. Niyə? Çünki psixologiya inkişaf elədikcə bu özünü inkişaf uşaqlarla davranır. Çox sayda, dəhşətli dərəcədə video çıxır, məlumat çıxır. Əvvəl məlumatsızlıqdan ziyan çəkirdik. İndi çox məlumatdan. Mən hətta bəzi valideynlərdə görürəm ki, deyir, bir psixoloq belə video paylaşıb, o birisi bunun əksinə, indi mən hansını eləməliyəm? Və orada valideyni də əslində bir yerdə günahlandıra bilmirəm. Nəyə görə? Çünki o özünü itirib də. Və o bilmir ki, hal-hazırda o deyir, sükanı əlində necə saxlasın? O sükanı məncə itiriblər və o da mənə görə nədən qaynaqlanır? Öz travmatik uşaqlıqdan qaynaqlanır ki, misal üçün döyülən uşaq olubsa, o mütləq şəkildə onu necəsə tənzimləməyə çalışacaq ki, vurmuyum, döyməyim, acı söz deməyim. Amma burada belə işin şeyini, suyunu çıxarırlar da. Misal üçün, mənim balaca oğlum çox gülməli bir ifadə ilə mənə həmişə deyir, mommy staring. Yəni, deyir, mama hal-hazırda gözünü zilləyib. Bu mənə görə anaların uşaq doğulandan sonra avtomatik gələn bir özellikdir ki, gözünlə baxırsın. Misal üçün, mən xatırlayıram ki, mən uşaq olanda bizə mamanın gözü bəs edirdi. Nə vurmasına ehtiyac var idi, nə artıq söz deməsinə. Və istəyirəm ki, bu məndə də var. Yəni, o deyir, o baxışı yalnız uşağın və sən başa düşürsən ki, o baxış nə baxışıdır da, yəni səni parçalayacaq, biz səndən sonra görüşəcək, evə gedəcək. Və onu çox gözəl fərqindədirlər. O zaman belə çıxır ki, uşaq hər ağlayanda geri çəkilən valideyn əslində biraz daha uşağa hüquqlar ötürür. Burada belə deyək də, biz uşaqlara azadlıq deyirik, amma azadlıq sizin qoyduğunuz çərçivə içərisində olmalı. Bu mütləqdir. Niyə? Çünki zaten mütləq ki, 2 yaşda uşaq özü qərarlarını verəcək. Okey, bugün nə giyinərəm, bu hansı köynəyi giyinərəm, verə bilər. Məsələn, bir кейsim var idi bu yaxınlarda. Valideyn deyir ki, Lamaxan yeməkdən qabaq şirniyyatı yeyib, sonra yemək yemir də. Mən neyiniyim? Deyirəm ki, şirniyyatı verməməyə yoxlaya bilərsiniz. Deyir ki, istəyir axı. Deyirəm ki, yox deməyi yoxlaya bilərsiniz. Yəni, o istəyə bilər, amma siz bilirsiniz ki, o şirniyyatı yesə, yeməyi yeməyəcək. O onu hələ başa düşə bilmir. Deyir, axı, mən valideynlik seansına qoşulmuşam və mənə deyiblər ki, 5 yaşına qədər uşağa yox demək olmaz. Bizdə yox demək olmazla qaydaları və sərhədləri çəkməli olmalı olduqlarımızı tuta bilmirlər. Yəni, bu sərhəd çəkməkdir. Bu yox demək deyil. Sən yox demirsən. Çünki yox demək o deməkdir ki, bu uşağın həyatında şirniyyat heç vaxt olmayacaq. Amma sən sərhəd çəkirsən. Deyirsən ki, uşaqlara sərhədlərini göstərirsən ki, yəni, yeməyi yemədən şirniyyatı yesən, misal üçün, sənin mədəndə bu problem baş verə bilər, dişlərində bu proses baş verə bilər və s. Yəni, bir növ sanki bir yerdə də biz
öz valideynimizin belə deyək də özümüz öz valideynliyimizi manipulyasiya eləmirikmi? Yəni biz bir növ o məsuliyyətdən, dəqiqələrlə izah etməkdən, indi bu saat ağlayacaq, verim yesin, rahat olum. Bundan da əslində özümüzü qorumuruqmu? Yəni əslində bir növ hal-hazırda mənə elə gəlir ki, valideyn sizi manipulyasiya eləmirmi ki, mən soruşmuşdum, orada belə demişdilər. Hə, bu da mənim üçün özümün haqlı gördüyüm paydır ki, mən şirniyyatı da verdim, amma sonra yemək də yemir və ortada bir problem var və o problem həll olunur. Əslində bilirsiniz necədir? Valideynlər çox çaşbaş qaldığı üçün bir nöqtədən tuturlar. Onları da başa düşürəm. Niyə? Ən azından deyir ki, tamam bu işinin mütəxəssisidir. Bu deyir belə, mən belə eləyirəm. Okey, məsuliyyət atmaqdırmı? Atmaqdır, amma başqa cürəsini bilmir axı və fikirləşir normal olaraq ki, mütəxəssis odur. O deyirsə, deməli ki, bunu oxuyub. Amma sən nə qədər oxuduğunu bilmirsən, nə qədər düzgün ötürdüyünü. Yəni hər şeyə də gözü qapalı inanmaq lazım deyil də. Yəni çünki belə deyək, psixologiya dəqiq elm sayılmır və onu interpretasiya hərə yenə öz yönündə eləyir. Dəqiq araşdırmalar var, dəqiq researchlər var ki, okey, bu budur, bundan 100% bu çıxacaq. Amma yenə də o yaddan çıxartmaq lazım deyil ki, o elmi məqalələr Azərbaycanda çıxmır. Məsələn, tutaq ki, deyirəm, Türkiyədə çıxmır. Hər ölkəyə görə, hər lokallaşma olmalıdır. Adi götürək, bizim istifadə elədiyimiz testlər var. Hansı ki, məsələn, patentli şəkildə Azərbaycan dilinə tərcümə olunub, patenti yoxdur. Yəni, biz onları əslində heç işlətməyin mənası yoxdur. Çünki, belə deyək də, bizimkiləşdirilməyibdir. Yəni, demək istədiyim, valideyndə də burada hər hansı bir günah görmürəm. Amma valideyn olaraq, bizdə bilirsiniz nəyi məncə çox qaçırdırlar? Avtoritet və ego tətmin eləməyi. Eynən. Avtoritet olmaq, öz istəklərindən çıxıb uşağa bir şey elətdirmə deyil. Mən istəmirəm deyə sən bunu eləməyəcəksən, deyil. Yəni, sən egovu orada oxşamaq üçün onu eləmirsən də. Sən onun maraqları üzərindən gedirsən. Əlbəttə ki, üzr istəyirəm, sözünüzü kəsirəm. Əlbəttə ki, yaş dönəmi, burada ümumiyyətcə hər hansı bir uşaqdan danışanda, sual da verəndə həmişə deyirəm, mütləq yaş dönəmini deyin. Çünki hər yaş dönəminin özünün xüsusiyyətləri var. Mən bugün dediyim yeniyetməli dövrünə keçərli deyil. Mən danışıram, tutaq ki, 6-7 yaşdan. Siz məndən soruşursunuz 2-4 yaş. Amma valideyn başlayır, məsələn, onu tətbiq eləməyə, tutaq ki, yeniyetməliyəm. Amma o tamam başqa кейsdir ümumiyyətcə. Bu həm də bir növ buna bənzəyir də. Misal üçün biz bir elmi öyrənirik. O deyir think global, act local. Yəni qlobal düşün, lokal hərəkətə keç. Yəni misal üçün deyək ki, bəzi mənim sahəmdən desək, marketinq və turizm sahəsindən desək, bəzi misal üçün çöl reklamlarında deyək ki, siz onu Amerikada çox kreativ görə bilərsiniz, amma onu Azərbaycan dilinə tərcümə edəndə heç bir mənası qalmır. Yəni onu sırf tərcümə xəttinə tərcümə. Çünki nəyə görə? O söz o coğrafiyaya xasdır və o coğrafiyanın insanı bunun zarafatını bilir. Necə ki, bizdə bəzi zarafatlar var ki, deyək ki, Azərbaycandan kənarda bu zarafatı heç kim başa düşməyəcək. Hətta sən onu Rus, İngilis, Türk dilində belə desən, çox belə qəribə və çiğ qalacaq. Çiğ qalacaq, eynən. Yəni o deyil də, yapışmayacaq. Sərhəd qoyarkən valideynlərin ən çox etdiyi səhv nədir? Yəni biz necə başa düşək ki, burada valideyn sərhəd qoyubdur. Amma burada valideyn öz egosunu təmin edir. Yəni bir valideyn, hal-hazırda bizi izləyən bir valideyn bunu necə ayırd eləsin ki, o öz egosunun tətminin şeyindədir, o deyir, davasındadır. Yoxsa həqiqətən də doğru sərhəd qoymağı bacaran biridir. Birinci baxmalısınız ki, sizin hal-hazırdakı təşəbbüsünüz nədən irəli gəldi? Yəni hansı maraqlardan getdi də. Yəni bəzən görürsüz ki, o incə cizgini niyə ayıra bilmirik? Şəxsi qəbul edirik uşağın hərəkətlərini. Ona görə egoya keçirik. Çünki uşaq qışqırırsa, sən mənim üstümə qışqıra bilməzsən. Amma məsələn orada mövzu sənin üstünə qışqırmağı deyil, mövzu o uşağın əsəbini ümumiyyətcə idarə edə bilməməyidir. Məsələn,
tutaq ki, ana olaraq, ata olaraq sizin üstünüzə qışqırmaz. Amma gedər yenə dostlarıyla, yəni ünsiyyət dili çətinliyi çəkir bu uşaq. Amma sən onu elə qəbul etsən ki, mən sən ananam, sən necə danışırsan mənimlə? Və ya ata ilə elə danışmaq olmaz. Amma uşaq əslində harda öyrənir də? Evdə öyrənir. Və o egoya keçməmişdən qabaq sən baxmalısan ki, yəni doğrudan da mı bu uşağın mövzusu sən idin, sən deyil idin. Çox vaxt biz olmuruq ümumiyyətlə. Hər şeyi öz üzərimizə götürürük, amma mövzu ümumiyyətlə biz olmuruq. Məsələn, özümün dünən o sırağa gün yaşadığı bir şeyi danışım sizə. Elis gəlib məktəbdən. Normalda Elis çox belə yumuşaq uşaqdır da. Yəni gülər üzdü, heç bir qıcıqlandırıcı bir hərəkətləri, sözləri yoxdur. Evə gəlib mən nəsə deyirəm, görəm ki, tərs cavab verir. Atası nəsə deyir, oradan atmaca kimi atır. Və ilk mənə gələn psixoloqam, uşaq psixoloqam fərq eləmir. Sən mənə necə danışırsan? Beynimə ilk o gəlir. Çünki bu bizim bilinç altımızdır da. Yəni belə öyrəşmişik axı. Və birinci sonra dedim ki, stop Ləman. Niyə özünə götürürsən də? Yəni bəlkə uşağın nəsə məktəbdə problem var. Normalda çünki insan öz uşağını tanıyır. Normalda necə davrandığını bilir. Nəsə başqa cür gedirsə, ifadə eləməyi bacarmaya bilər, amma məktəbdə nəsə olmuş ola bilər. Onu narahat eləmiş nəsə ola bilər. Və söhbət elədikdən sonra ortaya çıxarsın ki, doğrudan da o əslində çox da yaxşı bir gün keçirtməyib. Ağladı, sakitləşdi, heç nə olmamış kimi səhər durdu, gülə-gülə getdi. Yəni İnce cizgi tam da oradadır. Birinci gələn düşüncəmiz adətən yanılğı olur. Və düşüncələrimiz əslində reallığı əks elətdirmir. Yəni əslində orada bizim düşüncələrimiz, məsəl üçün mən bəzən görürəm ki, bir çox hallarda bu həm bizim öz uşaqlığımızdan da gəlir də. Yəni nə qədər dinlənilən uşaq olmuşuq ki, o Instagramda bir video çıxmışdı qabağıma. Deyir 80-90-cı illərin uşaqları o nəsildir ki, həm anaları əzib, indi də uşaqları əzib. Ortada pimpon topu kimi qalan nəsil. Yəni bunu bir növ elə baxırıq ki, bu tərəfdən özünün uşaqlığını, öz travmalarını sağaltmağa çalışırsan, o birisi tərəfdən uşağın tərəfindən yeni travmalar qazanırsan və ortada itmisən əslində. Və burada nə çıxır ortaya? Hər kəs sözdə deyir ki, mən uşağımı şərtsiz sevirəm. Mənə görə şərtsiz sevgi anlayışı yoxdur. Heç kim şərtsiz sevmir. Mənə görə hər kəsi şərtli sevir. Şərtsiz sevən yalnız uşaq öz anasını sevir. Yəni atasını belə yox. Çünki bu çox belə ilahi bir şeydir. Yəni çox belə ilahi bir qüvvədir. Yəni mən müşahidələrim özümdən, yaxınlarımdan, həyatdan və yazılanlardan ən əsas müşahidəm onu göstərdi ki, bu həyatda yalnız uşaq öz anasını şərtsiz sevir. İnsanlar qalan hər kəsi, hətta ana belə uşağını şərtli sevir. Çünki şərtli sevməsəydi müqayisə etməzdi. Şərtli sevməsəydi onu hər halı ilə qəbul edərdi. Şərtli sevməsəydi o riyaziyyatdan zəif olub ədəbiyyatdan güclü olanda onu riyaziyyata məcburən soxmazdı. Əksinə deyərdi ki, qoy ədəbiyyatını daha da gücləndirim. Biz niyə qəbul eləmirik ki, biz şərtli sevirik? Başlayaq ondan ki, Həvva xanım, yəni özümüzü nə qədər şərtsiz qəbul edirik ki? Eynən. Yəni ən sevdiyimiz insan özümüzük. Yəni bu özümüzük mü? Əslində özümüzük. Hər şey öz mənafeyimiz üçün. Bəli, əslində və özümüzü belə biz şərtsiz sevə bilmirik. Mütləq müqayisələr eləyirik. Bu insanın təbiətidir. Müqayisə pis bir şey kimi göstərilir. Amma bunun da növləri var və bizim bu təbiətimizdir. DNK-mızda var. Sən müqayisə eləməsən, sənin qabağa getmək kimi indi bu çox dəb olub. Deyirlər ki, heç kimlə müqayisə eləmə, amma müqayisənin forması da var və sən müqayisə eləyib haralarasa gəlib çıxırsan. Pis formada olmalı deyil. Paxıllıq eləyib haralarasa gəlib çıxırsan. Məsələn, o eləyir, mən də eləyərəm. Okey, o eləyir, mən gedim, elə eləyim ki, o eləməsin. Bu artıq zərər vericidir. Amma o eləyir, məsələn, 3 uşaqla o eləyirsə, mən bir uşaqla mən də eləyərəm. Niyə də pis olsun ki bu? Amma uşaqlara gəldikdə, məsələn, orada bir ifadə dediniz ki, uşaqlar şərtsiz ancaq ananı sevir. Bu əslində, yəni zehinsel olaraq uşaqlar
şərtsiz ancaq valideyni sevir. Atalar da bura daxildir. Niyə atalar sonra qalır arxa planda? Baxın, doğulandan uşaqla kim məşğul olur və məşğul olduqca uşağın altını dəyişdirdikcə, yeməyini verdikcə təmas qurulur və beyində hormon oksitosin başlayır ifraz olunmağa. Ata bunu eləmir, bağ qurulmur və bunu biz yozuruq nəyə? Analıq hissinə. Amma əslində artıq araşdırmalar göstərir ki, analıq hissi deyə bir şey yoxdur. Atalıq hissi də var. Sadəcə biz onu inkişaf elətdirməyək. Ana neynir? Sən səhər işə gedəcəksən, mən baxıram onsuz da. Və ya mən bunu birinci uşağımda eləmişəm. Yəni ikincidə təkrarlamamışam. Mən də birincidə eləmişəm, itimdə ötürmüşəm yoldaşıma. Dedim ki, bir də bu səhv eləməyəcəm. Amma yəni biz eləyirik, bilinçsiz şəkildə eləyirik. Çünki niyə? Ana qayğı göstərən, ana baxan və yazıq atalar qalır qıraqda. Amma halbuki doğrudan da uşaq şərtsiz sevgini ata və anaya verir. Çünki döyülsə də ana tərəfindən, ata tərəfindən onu yenə də sevir. Söyülsə də, pis davranılsa da, əzilsə də, başqalarının yanında ona pis söz desə də, uşaq ananı və ata özünü sevməyi buraxır. Deyir ki, mən yaxşı uşaq deyiləm, deməli ki, mənə belə davranırlarsa. Amma ananı, atanı sevməyi buraxmır. Və orada ən vacib məqam odur ki, şərtsiz biz uşaqları əslində sevmirik. Sən varsan deyə sevmirik, sadəcə varsan deyə sevmirik. Çalışırıq, istəyirik bəlkə, amma istər-istəməz gəlir ora çıxır ki, sən bunda daha yaxşı. Əlbəttə ki, hər valideyn istəyir ki, uşağı hər mövzuda da olmazsa, hansısa mövzuda çox yaxşı olsun. Bunun üçün çabalayırıq, bunun üçün bir zəhmət qoymağa çalışırıq. Amma siz demişkən, məsələn, əgər bir uşaq, hər uşaq professor olmalı deyil, hər uşaq alim olacaq deyə bir şey yoxdur. Onun ədəbiyyatı güclüdürsə, fokuslan ədəbiyyatına, bəlkə elə bir ədəbiyyatçı səs salacaq şəkildə çıxacaq ki, heç alim olmağına heç səs salmasın, özü xoşbəxt olacaqmı? Sual odur. Çoxluqla valideynlər deyir ki, mən istəyirəm mənim uşağım uğurlu olsun, çoxlu pul qazansın. Sənin indi istəyin və davranışların buna uyğun ola biləcək. Amma seçim gələcəkdə onun olacaq. Bəlkə də onun elə bir ambisiyaları olmayacaq. Mən öz oxuduğum təhsil üzrə davam eləmişəm və təhsilimin mənim karyera həyatımda çox ciddi rolunu görmüşəm. Amma ətrafımda çox insan atası və anası istədiyi üçün o sahəni seçib ya da atasının gücü çatmadığı üçün istədiyi universiteti seçməyib, atasının dediyi universiteti seçib və hər birində gördüyüm nə var? Gec ya tez valideynlərdən azadlığa çıxdığı ilk anda o istədiyi sahəyə qayıdır. Mən adam tanıyıram, 38 yaşında müğənniliyə başladı. Kənardan eşidiləndə bu belə düşünülə bilər ki, 38 yaşında nə məcbur idi falan və s. Yəni bizdə bir şey eşidən kimi dərhal belə bir ifadələr gəldi. Nə məcbur idi, iş peşəsi yoxdur, özünə vaxt şeylə bilmir nə ilə məşğul olsun. Ya da nə bilim, ən aktual bu aralar psixoloq dili ilə danışılan orta krizis yaş dönəminə girib, orta yaş krizis dönəminə girib və s. Yəni heç kim qəbul eləmək istəmir ki, insanın içində özünü realizə etmək istədiyi bir şey var və bu gec ya tez üzə çıxır. Yəni məsəl üçün biz şərtsiz sevgidə əslində onun duyğularını öngörmürük. Onun duyğularını saymağa, daha doğrusu şərtli sevgidə onun duyğularını görmürük. Göz ardı edirik və çox zaman bizim öz travmalarımız bizə buna icazə vermir ki, yox, çox yaxşı olmalı. Əslində o çox yaxşı olmalının altında çox şey yatır. Məsəl üçün mən uşaqlığımdan bu yana mənim atam həmişə deyirdi ki, sən oxuyacaqsan, mənim kimi fəhlə olmayacaqsan, sən çox yaxşı qazanacaqsan və s. Bu gün o onu əldə eləyibdir. Yəni məsəl üçün mən çox yaxşı işləyirəm, qazanıram, fəhlə deyiləm, çox yaxşı şəraitim var və s. Amma bəzən bunu hər uşaq eyni algılaya bilmir. Yəni bəzi uşaqlar var ki, bu onlarda aqressiya doğurur. Bəzi uşaqlar var ki, bu ona daha da stimul və motivasiya olur. Məsəl üçün mən motivasiya olunan uşaq tipiyəm. Amma mənim atamın bu dediyini əminəm ki, mənim balacama desək, o daha da dəli olar ki, sən mənə bunu niyə deyirsən? Mən onsuz da oxuyuram da. Bilirsiniz necə? Sanki nəsil fərqi belə bunda çox ciddi rol oynayır və çətin xüsusiyyət deyirik. Məsəl üçün, mən çətin xasiyyətli uşaq olmuşam. Ailəmin gözündə. İpə sapa yatmayan uşaq olmuşam.
Və müşahidələrimdə gördüyüm bütün çətin xasiyyətli və ipə sapa yatmayan uşaqlar bir karyera uğuru, bir uğur əldə edib həyatda. Həqiqətən bunu bütün uşaqlara aid edə bilərik. Yəni ki, bütün çətin xasiyyətli, ipə sapa yatmaz uşaqlar ya da bütün aktiv uşaqlara eyni diaqnoz qoyulur da, hiperaktiv. Hiperaktiv uşaqların hər biri həqiqətən də gələcəyin çox uğurlu adamlarıdırmı? Yoxsa bu bir xülyadır və biz bundan ayrılmalıyıq? Çox belə deyək də, hər hansı bir formulası bunun yoxdur. Ümumiyyətcə. Yəni çünki biz insana təkcə psixolojik bir varlıq kimi baxa bilmərik. Bundan başlayaq. İnsan 3 tərəfli bir varlıqdır da. İlk gəlir onun biologiyası, DNK-sı, valideynlə ötürülən, məsələn, xarakter doğuşdan gəlmir, amma temperament doğuşdan gəlir. Və temperament tipivə uyğun olaraq sosial çevrənlə birlikdə sənin xarakterin formalaşmağa başlayır. Və burada nə baş verir? Sakit təbiətli bir uşağın hansı ailəyə doğuldu? Deməli, birinci baxdıq biolojik olaraq uşağa. Sonra keçirik sosial baxırıq. Hansı ailədə dünyaya göz açıb? Hansı bağçaya getdi? Bağçada uşağı formalaşdırır. Sonra getdi məktəbə, dostları, ətrafı, yəni sosial mühiti. Və üçüncü artıq onun psixolojik tərəfi. Yəni 9-10 yaşa qədər psixikası uşağın stabil olmur, hələ formalaşma dönəmindədir. Amma 9-10 yaşdan sonra artıq oturuşmuş bir stabil psixikadadır və formalaşdırdığınızı artıq orada formalaşdırmısınız. Ona görə demək ki, sakit uşaq uğurlu olmayacaq, daha aktiv uşaqlar uğurlu olacaq. Bu düzgün deyil. Çünki bu bilirsiniz hara gəlir. Bu sanki introvert və ekstravert olaraq insanları ayırdıqları zamanda introvertlər pis kimi, amma ekstravertlər yaxşı kimi görünürdü. Amma halbuki biz nə öyrənirik? Biz bu temperamentlə doğuluruqsa, biz özümüzün güclü tərəflərini inkişaf elətdiririk. Yəni introvert ola bilərsən. Bu okeydir. Amma bu sənə mane olmamalıdır. Ekstravert də əslində sənə mane olacaq xüsusiyyətlərin olacaq. Deməli ki, sən onu hardasa balanslamağa başlayacaqsan. Bu yaxınlarda metro ilə gedəndə bir hadisənin şahidi oldum və mən ondan özümdə də bu şeyi hiss elədim. Deməli, uşaq valideyni ilə oturubdu. Valideyn uşağın başının üzərindədir və uşaq isterikadadır, ağlayır, ağlamır, zarıyır və valideyn əlində telefon və durmadan uşağa deyir ki, mən sənə bunu verə bilməyəcəm, amma valideyn əlində telefondandır. Mən sənə bunu verə bilməyəcəm, xahiş edirəm sakitləş, indi gedirik nənəgilə, səni nənəgilə qoyuram və s. və bu düz 4 stansiya davam elədi. Və mən özümü çox sıxdım valideynə deməmək üçün ki, onlar uşağa dediyini özün də tətbiq edəsən və onunla heç olmasa göz kontaktı qorasan. Yəni heç olmasa o telefonu əlindən kənara qoy. İsterik vəziyyətdədir bu uşaq. Okey, zarıyır, amma birazdan o uşaq özünü çırpacaq ora-bura. Heç olmasa sən ona dediyin qaydanı özün tətbiq edə və onunla danışmağa çalış. Və ətrafdan da bu sıxılmanı çox aydın hiss eləmək olurdu da. İctimai yerdə valideyn əgər uşağına bu formada laqeyd yanaşırsa, bizim etməli olduğumuz nəsə varmı? Axı o həm də ictimai asayişi pozur və bu ona görə pozulmur ki, uşaq ağlayır və valideyn onu sakitləşdirə bilmir. Bu ona görə pozulur ki, valideyn laqeyddir və nə öz uşağı vecinədir, nə ətraf mühit vecinədir. Amma sən ictimai bir mühitdəsənsə, sən buna görə narahat olmalısan ki, sən insanların, belə deyim də, okey, metro ola bilər, amma faktiki sən bu insanın bir konfor alanını pozursan, yəni. Və biz burada necə davranmalıyıq? Məsəl üçün, mən özümü çox sıxdım müdaxilə etməmək üçün. Çünki mən özümü onun yerinə qoya bilmədim. Çünki mən elə laqeyd yanaşmazdım. Amma bir yandan da çox yorğun idim və başım partlayırdı. Bir də əlavə səs məni çox yorurdu. Yəni düşünün ki, naushnikləri belə taxdım. O belə mənə təsir eləmədi. Və mən artıq 5-ci stansiyada durdum, düşdüm. Halbuki 12 stansiya getməli idim bu başdan o başa. 5-ci stansiyada durdum, düşdüm ki, artıq mən dözə bilmirəm və mən partlayacağam. Çünki çox yorğunam. Belə olanda biz bunu necə qorumalıyıq deyək? Baxın,
dediyim kimi, yəni ümumi olaraq sizin yaxşı vurğuladığınız bir şey var ki, valideyn laqeyddir. Və orada belə bir ifadə istifadə elədiniz ki, olmamalıdır. Bu belə olmamalıdır. Bu gedir biraz irrasional düşüncəyə də. Yəni malı məli şəkilçisi olmamalıdır. Kimə görə? Nəyə görə? Bu dediyiniz kimi bu ictimai nəqliyyatdır. Və ictimaidirsə sən konforu, yəni üstüvə dırmaşmadığı sürətdə ağlayır. Yəni maksimum eləyə biləcəyin şey onsuz da yəni naushnikı taxmaqdır, yerini dəyişdirməkdir. Yəni necə ki sən istifadə edirsən bu ictimai nəqliyyatdan, eləcə də o. Biz prosesin əvvəlini bilmirik. Nə baş verib, ora necə gəlinib, valideyn hal-hazırda nə haldadır ki, belə davranır. Bəlkə də normalda belə davranan deyil. Əlbəttə ki, biz o an müdaxilə eləmək istəyirik. Amma müdaxilə eləmək bizə heç nə verməyəcək. Daha da qıcıq yaradacaq. Və o deyəcək ki, sən nə evə lazımdır, mən özüm bilərəm. Mənim uşağımdır. Bəlkə də elə düşünən biri də deyil. Amma belə deyəcək. Məsələn, mən çox yerə girəndə, eşidəndə ki, mən demək olar ki, heç vaxt psixoloq olduğumu heç anda demirəm. Sakitcə otururam yerimdə. Hər kəs suallarla axın edir. Suallarla da yox. İnsanlar sanki başlayır özünü yığışdırmağa ki, elə mən oturmuşam, hamını dəyərləndirirəm və çox özümü narahat hiss edirəm. Və hətta keçən dəfə rəfiqəm bir söz dedi, uşağını nadinc olaraq deyir ki, çox nadinc. İndi deyir liftdəyik, bu da ağlayır. Deyirəm ki, bax gedir Elisin maması ilə psixoloqdur, mən bir yazır elə. Deyirəm sağ ol da yəni. Və orada məsələn sırazu valideynlər və ya böyüklər başlayır ki, yəni sən nə məsləhət verərdin, burada nə deyərdin, bura biz necə eləməliyik də. Yəni bu çox belə deyək, dar baxışdır da. Yəni birincisi mən otağın içində psixoloqam. Oradan çıxdım. Yəni mən artıq insanları oturum dəyərləndim, bu belə hərəkət elədi, belə deyil. Çünki hekayəsini bilmirsiniz. Yəni ümumiyyətlə heç maraqlanmıram da açıq. Çünki niyə? Mən insanları davamlı dəyərləndirsəm, düşünün mənim beynimdə nələr baş verər. Yəni heç ehtiyac da yoxdur. Yəni heç ehtiyac da yoxdur bunu eləməyə. Çünki insan sənə gəlib bir şey səndən istəyirsə, sənə kömək eləməlisən. O anda bu əslində hər şeyə keçərlidir. Hər kəsə keçərlidir. Məsələn, mən dostlarıma məsləhət vermirəm. Ümumiyyətcə vermirəm. Mən ümumiyyətlə heç kimə məsləhət vermirəm. Amma bu psixoloqluqla bağlı deyil. Bu mən psixoloq olmadan qabaq da, yəni uşaqlığımdan mən bunu hiss eləyirəm ki, mən müdaxilə eləməyi kiməsə çox sevmirəm. Amma burada mövzu mən də deyirəm. Yəni əslində o ictimai qınaq var, onsuz da o yetərincə çoxdur. Yəni orada sizin nəsə deməyiniz o uşaqla anasının münasibətinə heç cür təsir eləməyəcək. O qadın da orada heç bir şey dəyişdirməyəcək. Onsuz da sadəcə sizdə ekstra qıcıq yaradacaq. Onda da sizə qarşı ekstra qıcıq yaradacaq. Ən yaxşı variant sadəcə ya yer dəyişdirməkdir. Yəni çünki orada sizin düşüncəniz ona nə qədər maraqlıdır. Gəlin ondan başlayaq. Yəni orada bir qıcıq yaratsaz da deyəcək ki, mən sənin valideynliyi səndən öyrənməyəcəm, özüm bilərəm. Yəni zaten orada belə deyim də o situasiyada mən nəyi gördüm? Əslində sadəcə belə deyim də aralarında keçən dialoqa əsasən uşaq sadəcə telefon istəyirdi. Və ana telefonu vermirdi və onun tam əksinə ana özü telefondaydı. Hətta biz necə, məsəl üçün mənim üçün bəzi şeylər bir rol modelliyə girir də. Məsəl üçün o deyə bilər ki, bax görürsən məndə də telefon yoxdur, çünki metroda telefon tutmur. Yəni bunun o manipulyasiyaya gəldikdə, bunun fərqli manipulyasiya metodları var da. Baxırsan bunu eləmək istəyirsənmi? Baxırsan buna nə dərəcədə özün açıqsan və nə dərəcədə bunu özün bacarırsan məsələsidir. Çünki sən əlində telefon oynadırsan və uşağa deyirsən ki, sənə telefon vermərəm, verə bilmərəm. Mən uşaq olarım, mən hər zaman auditoriyama da onu deyirəm ki, mən özüm ipə-çapa yatmaz uşaq olmuşam və mən uşaqlarımın bugünkü tərbiyəsində də özümdən irəli çıxıram. Ki, misal üçün, mama mənə qadağa qoyurdu, gizlin eləyirdi. Və gizlin o qədər şey eləmişəm ki, indi düşünən deyirəm, ay Allah, mənim uşaqlarım indi desə mən dəli olurum.
Yəni o çox və mənim anam elə düşünürdü ki, məsəl üçün mən çox ağıllı uşağam. Yəni ya da ki, nə bilim, həyətdə kimisə döyürdüm və anası ilə birlikdə gəlirdilər mamanın yanına da və məsəl üçün mama bir dəfə də soruşmur ki, niyə döyürsən? Halbuki səbəbim var idi. Məsəl üçün mənim qardaşım məndən 6-7 yaş balacadır. Onu təkləyirdilər, mən də gəlib onları döyürdüm. Çünki bacardığım müdafiə bu. Bacardığım müdafiə bu idi. Yəni başqasını bacarmırdım. Ona görə yox ki, mən onlarla danışmalıydım və s. Çünki o deyir, uşaq gördüyünü götürür. Gördüyüm buydu və onu da tətbiq eləməyə çalışırdım. Telefon, oyuncaq, şirniyyat mənə görə müasir dönəmin ən ciddi manipulyasiya alətləridir. Valideyn yorulan kimi uşağa telefon verir. Uşaqlarımın 2 yaş dönəmində elə gün olub ki, mən 1 saat artıq yata bilim deyə Aymirə planşet vermişəm ki, yanımda otursun, heç yerə tərpənməsin, bir növ onu blok eləsin ki, mən heç olmasa 1 saat təhlükəsiz yata bilim, ölürəm yorğunluqdan. Biz bunu nə zaman manipulyasiya aləti kimi istifadə eləyirik ya da o deyir, mən həmin dönəmlərdə özümü çox qınayırdım. Mənə heç kənardan heç kim lazım deyildi qınamağı. Yəni özümü çox qınayırdım ki, sən necə anasan, sən bunu etsən. Amma bir yandan da indi dönüb baxanda deyirəm ki, sən başqa variantın yox idi axı, yatmalıydın və günün günorta çağı bu uşaq yatıb durubdu, amma sənin o vaxtı etməli olduğun işlər var idi ki, o yatıb sakitlikdə edə biləsən. Biz nə vaxt özümüzü qınamayaq ki, bax telefonu verdin, əslində sən uşağı manipulyasiya elədin. Amma o deyir, necə eləyək ki, özümüzdə haqq payı görək ki, yaxşı eləmirsən. Okay. Ümumiyyətcə o deyirlər ki, balansda. Bu hər mövzuda balans önəmlidir. Yəni sən məsələn tutaq ki, 2 yaşına kimi uşağın limitli şəkildə televizor, telefon, planşet işlədir və bir gün yatmaq üçün bunu vermirsən. Nə olacaq? Dünyanın axırı olmayacaq, 100%-dir. Amma sənin o an öz baxış bucağına o ziddir. Niyə? Çünki sən davamlı olaraq bunu deyirsən axı ki, bu belə olmalıdır. Yenə gəlirik olmalıdır da. Yəni sən onsuz da psixologiya özü də dəqiq bir sənə veri vermir. Məsələn deyirəm, gündə 3 saat baxsa, uşağın elə uşaq var ki, 3 saat baxır, heç nə olmur. Elə uşaq var ki, 3 saat baxmaqla aqressiyası tavan olur. Yəni uşağın burada yenə də yaş xüsusiyyəti, ümumi temperamenti çox önəmlidir. Yəni elə uşaq var ki, onu rahat beyni o informasiyanı qəbul eləyir, özündən süzgəcləyir. Eləsi də var ki, eləmir və sonra o 1 saatın acığı səndən çox pis çıxır da. Amma bu sənin seçimindir artıq. Yəni sən 1 saat yatmaq üçün bunu eləyəndə sən özünü niyə qınayırsan? Çünki yaxşı ana statusundan çıxırsan. Yetərsiz olursan. O da gəlir ki, ümumiyyətcə yaxşı ana statusu harda yazılıb? Belə bir qayda mı var? Belə bir qanun mu var? Kim sizə görə yaxşı anadır, kim pis anadır. Ümumiyyətcə, zaten bizim beynimizdə qoyduğumuz, heç kimə ehtiyac yoxdur deyirsiniz. Özümüzün qoyduğumuz və təkcə özümüzün də yox, sosial mühitdən də gələn bir normativlər var da, ana belə eləməz, ata belə olmalıdır. Bu bir qayda deyil. Kimə görə, nəyə görə? Bu bir qayda deyil. Bunu qayda kimi qəbul eləyəndə biz başlayırıq hər şeydən özümüzü qınamağa. Çünki yaxşı ana uşağına planşet verməz. Məsələn, mən bir dönəm oldu ki, çox pis xəstələnmişdim və 15 gün yataqdan dura bilmədim. Elisin ortalama 2-3 yaşına bu denk gəldi və nənə baba baxırdı. Qonşuyduq, aşağı gedirdi. Yeməyini falan, hər şeyini bir dənə yatmağını gətirib bizdə yatızdırdılar, gedirdilər. Və o dönəmdə mən nənə babadan nə qədər tələb eləyərəm ki, bütün günü mənim uşağımı əyləndirin. Bağçaya getmir bu uşaq. Nənə baba da telefon da verirdilər o günə qədər telefon görməyən uşağa. Mənim icazə vermədiyim cizgi filmlərə baxırdı. Məsələn, Maşa və Ayıya oturub baxırdı. Mən də kravatda ölü vəziyyətində uzanmışam. Yəni, neyniyəcəm? Ağzında o kaprizi belə eləmək heç şeydə deyilsin. Beynimdə tək bunu fikirləşirdim ki, Ləman, sən ayağa qalxacaqsan və hər şeyi yoluna qoyacaqsan. Çünki istəyəndə hər şeyi zaten yoluna qoyuruq. Nə oldu? Mən durdum ayağa. Telefonla cizgi filmlə yemək yeməyən uşaq mənə başladı kapriz eləmək ki, onu yandıracaqsan, özdə Maşa və Ayını yandıracaqsan. Biz oturub buna baxdım, dedim, salam əleykum, mən nənəvə oxşuyuram, elə şey yoxdur. Bir həftə düz
ağlaşmalar, krizlər, aqressivləşmələr. O bir həftəni dözdükdən sonra uşaq qayıtdı normasına. Bildi ki, okey, mama qayıtdı, yenə Gestapo rejiminə keçid eləyirik. Yəni demək istədiyim odur ki, o narahatçılıq var, diskomfort. Ona biraz dözmək istəmirik. Dözdükdə uşaq razılaşır və davam edir normal. Yəni qəbullanır. Amma sən o diskomfortu yaşamaq, məsələn, uşaq o manipulyasiyaya gətirəndə də, məsələn, tutaq ki, Emil deyir ki, sən pis mamasan, ona görə mənə bunu icazə vermirsən. Sırası o içdə bir travmatik bir durum var. Mən doğrudan pis anayım, görəsən uşaq məndən zəhləsi gedəcək, böyüyəndə yaxşı, heç nə olmaz, bir saatda artıq icazə verim. Getdi oraya, vəsə, getdi. Manipulyasiya, aha, mama pis anadan trigger oldu, buradan yürüyürük. Növbət dəfə, hər dəfə oradan bura. Və bu manipulyasiya uşağın pis xüsusiyyəti deyil. Manipulyasiya dediyimiz kimi sosial zəkadır və uşaq nəyi necə eləyəcəyini gördüyündə əlaqə qurur, analiz eləyir. Yəni siz tərcih eləyərsiniz ki, sizin uşağınızın beyni işləməsin. Sadəcə o manipulyasiyaya siz nə qədər gedirsiniz, budur mövzu. Məsələn, yeniyetməlik dövründə başlayırlar demək ki, bu yeniyetmə də artıq plan qurur, artıq manipulyasiya eləyir. Ki, yeniyetməlik dönəmində də bu manipulyasiya deyil, bu anlaşılmaq istəyidir və qoyulan nəzarətə baş qaldırmaq. Mən istəmirəm, mən belə eləmək istəmirəm, mən manipulyasiya necə eləyə bilərəm, belə eləyəcəm. Amma orada yenə də mövzu siz deyilsiniz, sizə qarşı qoymaq, sizə baş qaldırmaq deyil, özümü tapmaq, mən hardayam. Yəni, mən deyirəm, o deyirlər ki, mən uşağıma dost olmaq istəyirəm. Mən hər zaman deyirəm, dost olmaq lazım deyil. Çünki onun o qədər dostu olacaq, ola bilməyəcəksən dost. Gəlib sənə oğlun, qızın elə bir şey deyəcək ki, sən deyəcəksən ki, sən bunu necə eləməsən? Deməsən belə, gözündən o alov fışqıracaq. Bütün duyğu ilə ötürəcəksən onu. O sənin dostun olduğun yalanın orada batdı. Eynən. Deməli ki, eləyə bilməyəcəyin şeyləri danışmaq lazım deyil də. Mən sənin valideyninəm. Eynən. Mən o ifadəni aşırı toksik görürəm. Çünki mənə görə sən düzgün valideyn ol, dost olmasan da olar. Qoy onun başqa dostları olsun. Olacaq. Və düzgün valideyn də dedikdə əslində nəyi nəzərdə tuturam? Məhz bu duyğuları anlamaq və ona görə hərəkət etmək və harda stop deməli olduğunu, harda qatı kontrol qoymalı olduğun bir dönəmi əslində nəzərdə tuturam. Və orada belə bir nüans üzə çıxır da. O zaman belə çıxır ki, 10-12 yaş arası uşaqların etdikləri manipulyasiyalar əslində həm də bir növ emosional zəkanın inkişafı dövrünü bizə sübut edir. Yəni burada biz nə dərəcədə bu manipulyasiyaya getməliyik ya da bunu onun üzünə mi vurmalıyıq? Ya mən tutdum, sən manipulyasiya edirsən, gəl bunu eləməyək. Bax, bunu sən belə eləyəm və mən belə hiss edirəm və ona görə də mən aydın görürəm. Və bir də mən manipulyator uşaqlarda nəyi görürəm, nəyi müşahidə edirəm ən çox. Onlar çox yaxşı bilir bunu kim eləməlidir. Yəni onu hər kəsə qarşı eləmirlər. Yəni onun kimə işləyəcəyini və hansı formada işləyəcəyini çox aydın görürlər. Ya da mən öz uşağımdan belə analiz elədiyimə görə elə düşünürəm. Ona görə sözü sizə buraxmaq istəyirəm. Yox, əslində düz deyirsiniz. Uşaq müşahidəçidir və uşaqlıqdan harda, kimin, necə davrandığını sadəcə müşahidə edir, sözsüz. Siz deyə bilərsiniz ki, kitab oxumaq çox yaxşı bir şeydir. Amma özünüz əlinizə bir kitab almadıqda uşaq nəticə çıxardır. Çox da yaxşı bir şey deyilmiş. Olsaydı telefon pis şeydir. Başqa vaxt deyirsiniz ki, mən uşağım üçün nümunəyəm, mən avtoritaram. Bəs bura gəlir söhbət. Telefon pis bir şeydir. Sən hər boşluqda telefonla oynayacaqsan, uzanacaqsan. Mən demirəm ki, biz hər hərəkətimizi düzgün eləməliyik ki, uşaq bunu. Yox, amma bir valideynin özünün maraq dairəsi yoxdursa, onu uşaqdan necə tələb edə bilərsən? Çox razıyam. 2 gün əvvəl uşaqlara telefon limiti qoydum ki, məsəl üçün hər gün bu saatlar arasında qulaq asdılar, özləri üçün cədvəl tərtib elədilər və sonda böyük oğlum belə bir ifadə işlətdi. Onda olar sən də o saatlar ərzində telefonu əlinə alasan. Və mən gördüm ki, okey. Bu 2 il əvvəl belə bir şey yox idi. Artıq o da bir növ bu mənə bir qısa, kiçik və zərərsiz bir üsyandır ki, biz səni anlayırıq, indi görüm eynisini sən anlayacaqsanmı və mənə bundan geri dönüş elədi. Mən də dedim ki, mənim işim olmadığı müddətcə,
mən də bunu kənara qoya bilərəm. Amma mən səndən fərqli olaraq bu telefonu götürməliyəm. Çünki sən işləmirsən, amma mən işləyirəm və orada elə bir problem ola bilər ki, mən ona müdaxilə etməli olaram. Gördüm ki, artıq orada başa düşdülər. Və dedi ki, haqlısan. Yəni və onu olduğu kimi qəbul elədilər. Amma bir də düşünürəm ki, mən belə reaksiya versəydim, qələt elə, sən kimsən? Mən özüm bilərəm. Mən böyüyəm, sən balacasan. Və niyəsə mənə elə bir duyğu gəlir ki, belə desəydim, bəlkə də indi yox, amma 14-15 yaşlarında bu mənə çox pis qayıdardı. Geri qayıdacaq. Çünki necə reaksiya veririksə, onun artıqlaması ilə o deyir, mən hər zaman buna çox inanıram ki, deyir, səni necə tərbiyə eləməyindən asılı olmayaraq o günün sonunda anası və atasıdır. Yəni bu qədərini anadan götürəcək, bu qədərini atadan götürəcək və mən hər zaman deyirəm ki, sənin bəyənmədiyin pis özəlliklərin uşağında vardı ya, o dayısına oxşamış olmur. Sən sadəcə özündəki o negativləri görməmək istəyirsən, görmək istəmirsən və onu ən uyğun bildiyin növbəti insana sadəcə ötürürsən ki, mən belə deyiləm, amma o elədi, ona oxşayıb, ona görə belədir. Məsuliyyət atırıq da. Yəni elə rahatdaq, bu uşaq onsuz da belə idi. Dayısına oxşamış, atasına oxşamış, nə bilim, sən elə əvvəldən belə uşaq idin. Amma dediyim kimi bir temperamentlə doğuluruq, amma hər şey struktural olur. Yəni ümumi olaraq bir şeyi mən hər zaman deyirəm, sırf bir nüansa bağlamaq olmaz. Bu uşaq dil açmır çünki bütün gün televizora baxır. O deyil. Yəni bu uşaq dil açmır çünki genetik olaraq buna yatkınlığı var. Üstünə qoymusan televizor, ünsiyyət yoxdur. Üstünə nə bilim tək qalır, danışan yoxdur. Gəlir bizdə ümumilikdə onu çıxardır ki, bu uşaq daha gec dil açır. Bu hər şeyə şamildir. O ki qaldı bayaqki mövzuya, mövzumuzdan kənarlaşmadan onu da deyim ki, yeniyetmələrdə o dedizə ki, manipulyasiya eləyəndə mən görürəmmi, bunu mu deməliyəm? Yeniyetmələrdə bunu çox yaxşı vurğuladınız. Yanaşma tamam fərqli olmalıdır. Çünki dediyim kimi, orada da manipulyasiya dediyimiz şey sizə qarşı olunan bir hərəkət və ya pis hərəkət deyil, daha çox uşağın anlaşılma istəyidir. Çünki yeniyetməlikdə bilirsiniz ki, nə qədər bu çətin baş verir və anlaşılma və görülmə istəyidir. Deməli ki, əgər bu siqnalı alırsınızsa, burada yalan danışmadan söhbət getmir. Yalan danışma, patolojik yalanlara gedəndə artıq ora başqa bir müdaxilələr gərəklidir. Amma ümumi manipulyasiya deyəndə biz onu baxmalıyıq ki, bəlkə hardasa boşluğumuz var, oranı doldurmalıyıq ki, məsələn, emosional olaraq niyə uşaq ehtiyac duyur? Mən bunu deyəndə ailələrin xoşuna gəlmir, valideynlərin xoşuna gəlmir, amma uşaq manipulyasiyaya ehtiyac duyursa, bir ailə strukturunuzu gözdən keçirməlisiniz. Bu mütləq ana-atadan söhbət getmir. Yəni, olduğu mühitdən, o deyir sizə, hər kəsə işləmir. Niyə nənəni manipulyasiya eləməlidir? Məsələn, niyə dayıya, əmiyə bu keçərlidir? Yəni, ailə strukturuna bir baxmaq lazımdır. Bu uşaq harda eləyir, niyə eləyir və məqsəd nədir? Yəni, sadəcə manipulyasiya eləyir, mən səni buna görə danlayım, bu sizə heç bir şey verməyəcək. Yenə də deyirəm, manipulyasiyanı pis bir şey kimi gördükdə, əlbəttə sən nə edirsən, mübarizə aparırsan. Amma hər zaman deyirəm, uşağı görmək və duymaq lazımdır. Sadəcə o deyir sizə, telefonu özü kənara qoymur. Sadəcə sənlə söhbət eləyəndə belə sən kənara qoysan onu, onun gözünə, içinə baxsan, uşaqlar çox vaxt danışmırlar. Amma mənim 10 illik təcrübəmdə istəyir uşaqlar balacalıqdan tutmuş yeniyetmələrə qədər hər yaş dövründə işləyirəm və görürəm ki, uşaqlar əslində anlaşılmaq istəyirlər və anlaşılmağa, danışmağa açıqdırlar. Biz qapadırıq bir dəfə, iki dəfə, o belə deyək də, əzələni necə güvən də elə formalaşır. Əzələni işlətdikcə formalaşır, güvən də zamanla formalaşır. Biz o ipin ucunu qaçırırıq, təəssüf ki. Çox təşəkkür edirəm. Çox faydalı və çox effektiv oldu. Düşünürəm ki, mənim kimi bir çox valideynlər də bu istiqamətdən öz suallarına cavab tapa bildilər. Əgər sizin mövzumuz çərçivəsində suallarınız varsa, rəy bölməsində gözləyəcəyik. Növbəti qonağımız və mövzumuzun nə haqqında olması isə tamamilə sizdən asılıdır. Rəylərdə bunu yazmağı unutmayın. Növbəti Ninja Mama podkastlarında görüşənə qədər son sözü sizə verirəm və onunla da yekunlaşdıraq.
Bir daha təşəkkür eləyirəm. Çox xoş söhbət oldu mənim üçün doğrudan da. Sanki bir rəfiqəmlə oturub söhbət eləyirəm və bəzi mövzular üzərindən danışırıq. İzləyənlər, zaman ayıranlara da indidən təşəkkür edirəm və ümid eləyirəm ki, dediyim kimi buradan özlərinə bir fayda belə götürsələr, biz məqsədimizə çatmış oluruq. Dinlədiyiniz üçün, baxdığınız üçün təşəkkür eləyirəm. Növbəti Ninja Mama podkastlarında görüşənə qədər hələlik özünüzə yaxşı baxın.